pis oxuyan şagird, bu pis oxuyan şagirdlər, pis oxuyan şagirdlər hamısı oktyabr qrupudur. Yo. Necə? Allah sizi güldürsün. Havada təşkil olurlar. Bizdə burada var aramızda. Fəvziyə müəllimə kökündən vurdu. Baxın, birinci bunu açıqlama gətirin müəllimlər. Demək, bu qrup dəstək qrupudur, sertifikasiya dəstək qrupu. Deyir ki, bu qrupu açmaqda məqsədim nədir? Qoy birinci bunu açıqlayayım, ondan sonra keçək dərsimizə. Burada olan müəllimlər, baxın, cəmi 20 neçə müəllim əlavə eləmişəm. Elə düşünməyin ki, mən bu qrupdayamsa deməli tutaq ki, ən zəif oxuyan mənəm. Bunu düşünmək olmaz. Və yaxud da ki, ay mən gedib misal üçün çox az yığacam deyə ruhani müəllimə mənə əlavə eləyib, xeyr. Bax, bəzilərinizə şəxsə danışmışıq, özünüzdə bilirsiniz, elə bəzilərinizə yox hamınızın. Demək, bəzilərində oldu ki, şəxsi problemləri oldu, dərslərə çox ciddi yanaşmadı, özünüz də bilirsiniz, yəni danışmışıq da hamınızdan. Bəzilərinizdən də oldu ki, səhhətinizdə problem oldu, ara verdiniz, qrupda adınız oldu, belə deyim. Özünüz olmadınız qrupda, dərslərə qoşula bilmədiniz və mən bunları görə, yəni vicdanım yol vermir ki, belə deyim də, indi düz deyil, elə müəllimlər var da, elə təlimçilər var ki, deyir ki, mən dərsimi keçirəm, oxuyan oxusun, qoşulan qoşulsun, deyir qoşulmayan qoşulmur. Deyir, mən neyniyim ona? Belə baxanda düz deyir, amma belə deyim də, cümlə necə deyim yerinə tam düşsün. Düz deyir, amma vicdan baxımından yaxşı eləmir. O bir cümlə var, deyir, düz deyirsən, amma yaxşı eləmirsən. Düz deyirsən, amma yaxşı eləmirsən. İndi, yəni mənim amma ona vicdanım yol vermir də. Yəni, qrupları biraz axtardım, araşdırdım, bütün qruplarımızı ki, yəni təkcə bir qrupun müəllimləri deyil burada. Hər qrupumuzdan ki, yəni görüm kimdə necədir vəziyyət, danışdıq şəxsi də çoxunuzdan. Təbii ki, indi bunu hamısına inanın ki, zaman gedir, vaxt gedir, amma dedim ki, eləyəcəm. Eləyəcəm, çünki mən istəmirəm ki, hər hansısa bir müəllim büyüsər, gedib sertifikasiyadan kəsilsin. Bu birincisi ona görə sizin sağlığınıza görə. Çünki sertifikasiyadan kəsilən müəllim istər-istəməz bu reallıqdır ki, müəllimlər ruh düşkünlüyü yaşayır. Heç kimə qismət olmasın o anlar. Ruh düşkünlüyü yaşayır. Ondan sonra o qədər fikir, götür qoy eləyirsiniz. Məktəbdən indi müəyyən də, yəni indi belə deyim, insan istəyən var, istəməyən var. Birinin uzaqdan, yaxından sözünü eşidirsiniz. Və ya da ki, lap olsun ailədən kimsə deyəcək ki, bəs nə oldu, hazırlaşırdın, getdin, kəsildin. Birinci sizin sağlamlığınızı düşünürəm. İkinci, əgər hazırlığa qoşulmuşuqsa oxumaq lazımdır, düzdürmü? Üçüncüsü də ki, ən sonunda da özümü düşünürəm ki, sonra deməsinlər ki, filan təlimçinin qrupundaydım, getdim, kəsildim. Amma bu yazıq təlimçi dəridən qabıqdan çıxır, özünüz görürsünüz. İzahlar, analiz, nə bilim, müzakirəsi, sınağı, testi, hər bir şey yerli yerində. Amma indi könül müəllimə istəyətdir. Amma indi yenə deyirəm, biriniz şəxsi problemlərdən, biri sağlıqdan bağlı, birinin biraz özünün tənbəlliyi, qoy bunu da vurğulayım, bir neçənizin özünüz bilirsiniz. Yəni belə. Cümləmizin müəllimlə çox sağ olun. Yəni ona görə bu qrupu açdım. Yəni düşünməyin ki, ay mən ən zəifəm, xeyr. Burada bəlkə də elə müəllim var ki, valla indi onun potensialı bir çox müəllimlərdən qat-qat yüksəkdir. Sadəcə indi dəstək məqsədi ilə açıram, görürəm də, yəni nəsə bir əksiklik var. Ya ola bilər sizin motivasiyanızdan mı, ruhdan mı düşmüsünüz, ya yenə deyirəm, digər məsələlər sizə təsir edib. Nəsə var ki, əlavə eləmişəm ki, qoy biraz məşğul olaq, görək necədir vəziyyət. Yaxşı, yəni bunu beyninizdən atın ki, mən bu qrupdayam, sahibi elədir, xeyr. Yaxşı mı müəllimlər? Bir də ki, elə müəllimimiz var ki, burada. O bir qrupda müəllim sayı çoxdur, kompleks yaşayır. Çox sağ olun, minnətdarım. Kompleks yaşayır, səs aça bilmir, biraz da məsələdən utanır, neynir. Amma burada cəmi 20 neçə nəfər müəllimdir, 20-yə yaxın müəllim qoşulub, indi bir neçə müəllim yazmışdı, onlar da yəqin qoşulacaq. Belə, yəni biraz da dəstək olaq, görək 5-ci sinifdən vəziyyətimiz necədir, ona uyğun digər dərslərimizi təşkil edəcək. Yaxşı. İndi istəyirəm ki,